Laçın şəhəri, Zabux və Sus kəndləri, Şuşa və Xocalı şəhərləri, Xocalının Ballıca, Ağdamın Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində daha 24 sakinə özünə məşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına vətəndaşlar ümumi məmulatlarının istehsalı, qadın gözəlliyi salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri yaradıblar. Həmçinin agroturizm, broiler inkubatoru, avtomobil şinlərinin bərpası və təmir xidmətləri üzrə kiçik bizneslər də yaradılıb. Təxminən 300-dən artıq şəxs artıq müxtəlif zərflər, istiqamətlər üzrə əmlaklarla təmin edilmişdir və hal-hazırda 148 keçmiş məcburi köçkünlərlə də onların özəməşğul proqramına cəlb olması ilə bağlı müvafiq işlər aparılır. Qeyd etmək istərdim ki, 2-5 iyun tarixləri çərçivəsində işğaldan azad olmuş ərazilərimizdə, Laçında, Şuşada, Xocalıda, Ağdamda, Cəbrayılda və Füzulidə artıq 24 keçmiş məcburi köçkün aktivlərlə təmin edilmişdir.